Qadın qisası. Oğlum, dünən yenə evə çox gec gəldin. Nəyə görə məni nigaran qoyursan mənim balam? Neyniyim ana? İşimiz belədir də. Görülməli işlərimiz həddən artıq çoxdur. Məndən narahat olma. Hər şey qaydasındadır. Qorxmalı heç nə yoxdur. Bu sözlər məni sakitləşdirmir. Atan da mənə bu sözləri deyib təsəlli verirdi. O dünyasını dəyişəndən sonra belə sözlər mənə təsir eləmir. Axı nəyə görə inatkarlıq eləyirsən? Gözəl bala. Gəl bu işdən ayrıl. Axı sənin ali təhsilin var. Sənə hər yerdə iş tapılar. Hardasa təhlükəsiz bir yerdə, sakit bir yerdə işləsən, sən də rahat olardın, mən də rahat olardım. Ana, mən öz sahəmdə də sən dediyin kimi rahat, təhlükəsiz işləyirəm. Mən səni yaxşı başa düşürəm. Qorxma, yaxşı? Hər şey yaxşı olacaq. Qızım, Hə, bugün də dərslərini yaxşı oxu, 5 al. yaxşı ana. Salam əleyküm. Əleyküm salam. Bu sizin qızınızdır, elə deyil? Hə, qızımdır. Əmiyə salam verməyəcəksən? Salam əleyküm. Əleyküm salam. Olar onunla danışım? Hə, olar. Siz atamın dostusuz? Hə, atanla mən yaxın dost idik. Onda atamın harda olduğunu bilirsiniz? Atam göydədir. Hə, atan indi göydədir. Axı bu necə ola bilər? Atamın quş kimi qanadı var. Hə, insanların heç kimin görmədiyi qanadları olur. Bəs sizdə necə? Sizin də qanadlarınız var? Təəssüf ki, mənim yoxdur. Belə qanadlar yalnız yaxşı adamlarda olur. Bağışlayın, biz getməliyik, yoxsa gecikəcəyik. Hə, yaxşı. Sağ olun. Buyur Zöhrə, eşidirəm. Alo, yaxşısan? Hə, sağ ol, yaxşıyam. Vəziyyətin yaxşıdırsa, səndən bir şey xahiş eləmək istəyirəm. Əlbəttə, buyur de. Müayinə üçün anamı xəstəxanaya aparmaq istəyirəm. Onu bir yerdə aparmaq lazımdır. Bura gəlsən yaxşı olardı. Oldu, mütləq gələcəm. Anamın vəziyyəti getdikcə pisləşir. Onu xəstəxanaya yatızdırmaq istəyirəm. Evdə özünü pis hiss edir. Atamla qardaşımın xatirəsi onu tərk eləmir. Aydındır. Mən indi evdən çıxıram. Yox, tələsmə. Özüm sənə xəbər verəcəm. Mən deyəndən sonra gələrsən. Yaxşı, onda gözləyəcəm. Gəlmək olar? Hə, gəl. Şaruxu döyüb gedən oğlanlardan biri tapılıb. Onu bura gətirmişik. Sənə bu haqda xəbər vermək üçün gəldim. Deməli biri tapılıb? Yaxşı. Onu sorğu-sual otağına aparım. Oldu. Özüm onunla danışacağam. Baş üstə. Bugün anamı xəstəxanaya aparacağam. Yaxşı, mən də gedəcəm. Yox. Sən getməsən yaxşıdır, özüm gedəcəm. Nəyə görə? Şahrux da məndən gedəcək.
Sənin onunla görüşməyini istəmirəm. Zöhrə, o niyə gedir ki? İstəyirəm bizə nə qədər zərər verdiyini, dərdimizin necə böyük olduğunu öz gözləri ilə görsün. İstəyirəm hər şey sona çatanda bütün yaşadıklarımızın hamısı onun xəyalında canlansın. Qardaş. Sən artıq özünü yaxşı hiss eləyirsən? Hə, hər şey yaxşıdır. Özün görürsən də. Nədir? Məni təzə tanıyırsan? Mənim həyatım belə dava-dalaşlarla keçib. Odur ki, narahat olmağa dəyməz. Əvvəllər heç vaxt xəstəxanaya düşməmişdin də. Ona görə narahat oluram, qardaş. Keçib getdi. Artıq yaxşıyam. Oğlum, keçib getdi demə. Yaxşısı budur. Bu yeməklərdən ye, nuş olsun. Yemək yeməsən, necə sağalacaqsan? Hə, yeri gəlmişkən ana. Mənim bir-iki işim var. Nə iş? Hələ tam sağalmamısan. Bəlkə 2-3 gün evdə oturasan, hə oğlum? Belə yaxşı olmazdı? Mən yaxşıyam. Dedim axı, hər şey keçib getdi. Bir yerə gedib gəlməliyəm. Sənin nə işin var axı? Nədir? Evdə təmiz hava ala bilmirsən? Bir işin ucundan yapışsan yaxşı olardı. Mən biraz gəzib gələcəm. Sadəcə narahat olmayasınız deyə xəbər verdim. Yaxşı, salamat qalın. Bu nə vaxt adam olacaq? Hörmətli Qədir müəllim, bunu səndən soruşmaq lazımdır. Çünki oğlumu sən ərköyün böyütdün. Sənə də söz demək olmur ki. Qızım, Hə, ana. soyumamış, tez ol çayını iç. Çıx get dərsinə. Yaxşı. Zöhrə, bu qədər gücü hardan alırsan? Bilmirəm. Mən belə doğulmuşam. Yəqin belə də öləcəm. Atam da sənin kimi sözü bütöv, qətiyyətli bir insan idi. Bəlkə də sən ona oxşamısan. Elə o da heç vaxt verdiyi qərarından dönməzdi. Çox heyif. O indi aramızda yoxdur. Anam hələ də yatır. Hə, deyəsən yatır. Onu xəstəxanaya aparmamışdan əvvəl çimizdirmək lazımdır. Ona lazım olan hər şeyini hazırlamalıyıq. Hə, nə lazımdırsa eləyərik. Bir də anamı xəstəxanaya aparandan sonra səni də xəstəxanaya aparmalıyam. Nikah bağlamağın vaxtı gəlib çatdı. Axı, Bəsdir. Zöhrə, Söhbəti uzatma. Toyu tezləşdirmək lazımdır, vəssalam.
Hə. Deməli sən Şahruxu döyən oğlanlardan birisən. Elədir? Şahrux o kimdir? Deyəsən məni kimdənsə səhv salırsınız. Sənin fikrincə biz yoldan keçən adamı tutub istədiyimiz günahı boynuna qoyuruq? Sən müşahidə kameralarına düşmüsən. Hər şey dəqiqləşib. Yalan deməyə çalışma. Bununla yalnız özünə zərər verəcəksən. Yaxşı olar günahını boynuna alasan. Mən səndən yanındakiların kim olduğunu soruşmayacağam. De görüm, Şahruxu nəyə görə döydünüz? Qardaş, biz... Danış. Bütün həqiqəti danışmasan, özünə zərər verəcəksən. Danış deyirəm sənə. Lənətə gəlsin. Qardaş, biz bu iş eləmək üçün bizə pul verdilər. Bizim oğlanı döyməyimizi istədilər. Yaxşı. Bu işi eləməyi sizə kim tapşırdı? Bir qız idi. Adı deyəsən Cəmilə idi. Salam. Sabah xeyir ana. Sabahınız xeyir. Başımın üstündə niyə dayanmısınız? Sənin kimi gözəl anamızın necə yatdığına baxırdıq. Hə, ana. Üzündə nur var. Bəs o birilər hanı? Atan işə getdi, hə? Sərxan yenə evə gec gəlib, yoxsa hələ heç gəlməyib? Gəlib ana, gəlib. Ana, mən indi səni çimizdirəcəm. Saçlarını qəşəng-qəşəng darayacam, yaxşı? Oldu? Saçlarımı? Saçlarını. Fatimə, sən anamın paltarlarını hazırla. Mən anamı çimizdirəcəm. Get hazırla. Gel ana. Gel. Bu necə yuxu idi belə? Başım ağrıyır. Niyə mən hər cür şey fikirləşirəm axı, ha? Dünənki adam doğrudan polis idi. Yox, kimsə məni yoxlayır. Əgər o polis olsaydı, forma geyinərdi. Cəsurla rəis təkbətək danışdılar. Bəlkə həmin adam mənim satqın olub olmadığımı yoxlamaq üçün belə elədi. Bəlkə məni sınayır. Yox, belə işlərdə çox ehtiyatlı olmaq lazımdır. Amma dünənki adam məndən dərman haqqında soruşmadı. Sərxan haqqında suallar verdi. Heç bilmirəm nə fikirləşim. Yox. Bu haqda Cəsura deməliyəm. Yox. Yox, deməsəm yaxşıdır. Onlar mənə tələ qurublar. 100%. Sən
Heç nəyi səhv salmırsan ki? Bu özün üçün pis olacaq. De görüm həqiqətən Şahruxu döyməyi sənə Cəmilə tapşırdı? Hə, dedim axı, adı Cəmilə idi. İnanın mənə, sizi aldatmıram. Deməli ondan pul almısan, düzdür? Gəl. Fatimə. Anamın saçlarını qurutmaq lazımdır. Sonra da geyinməyinə kömək elə. Yaxşı. Mən telefonla danışacağam. Alo. Eşidirəm. Biz demək olar ki, hazırıq. Artıq evdən çıxa bilərsən. Anamı xəstəxanaya aparacağıq. Sən gələnə kimi mən onu hazırlayacağam. Yaxşı. Artıq çıxıram. Hə, yeri gəlmişkən. Sən içəri keçmə. Qapının ağzında dayanarsan, biz özümüz çıxacağıq. Yenə istəmirəm artıq söz-söhbət çıxsın. Yaxşı. Başa düşdüm. Oldu. Çatanda zəng elə. Zəng eləyərəm. Alo, salam əleyküm. Əleyküm salam. Cəmilə, siz hardasınız? Elə indi dərsdən çıxdım. Siz Şahruxu döyən adamlarla bağlı nə bilirsiniz? Bunu soruşmaq istəyirdim. Hər şey yaxşıdır? Nə bilməliyəm ki? Mən heç nə bilmirəm. Mən bir şeyi başa düşmürəm. Niyə hələ də aramızda yalan var? Niyə məni aldadırsınız? Şahruxu döyən adamlardan birini tapmışıq. Cəmilə. O dedi ki, hər şeyi siz təşkil eləmisiniz. Axı nə olub Cəmilə? Bu yalandır. O sizi aldadır. Mən niyə belə eləyim ki? Bəs deyil. Dərhal mənim iş yerimə gəlin. Yoxsa özüm sizi gəlib tapacağam. Bundan sonra məni aldatmağa çalışmayın. Ümid edirəm ki, razılaşdıq. Yaxşı, Babək. Bir də belə eləməyəcəm. Hə, o axmağa bu işi eləməyini tapşırmışdım. Onda mən çox əsəbi idim. Neynədiyimi heç özüm də bilmirdim. Babək, indi mənə nə olacaq? Siz mənim iş yerimə gəlin. Qalan şeyləri burada danışarıq. Yaxşı, yaxşı. Amma sizdən bir xahişim var. Şahruxun ailəsi bu haqda bilməsin, nə olar? Xahiş eləyirəm. Yoxsa Şahruxu əldə eləmək mənim üçün çox çətin olacaq. O mənə nifrət eləyəcək, Babək. Sonra sizin Zöhrə ilə barışmağınız da çətinləşəcək. Mən sizi başa düşürəm. Siz dərsdən çıxıb mənim yanıma, iş yerimə gəlin. O vaxta qədər mən fikirləşib bir yolunu taparam. Yaxşı, mən elə bu dəqiqə gəlirəm. Hər şey yaxşıdır? Yox, yaman pis iş olub. Həmin o yaramazlar Şahruxu döydürdüyümü deyiblər. Təsəvvür edirsən? İndi məni polis idarəsinə çağırırlar. Vay, Cəmilə, indi necə olacaq? Nə olacaq? Polis idarəsinə gedəcəm. Özün tək getmə. Yaxşısı budur, atana dedi. O səni müdafiə eləyəcək. O nə etmək lazım olduğunu yaxşı bilir. Yox, eləyə bilmərəm. Mənə Babək zəng eləmişdi. Bəlkə vəziyyət o qədər də ciddi deyil, hə? Bir yerdə gedək. Bəs o biri dərsə girməyəcəyik? Nə dərs? Mənim yanımda olmalısan. Sonra gələrik də, gedək. Salam əleyküm ana. Əleyküm Mənə salam. ver. Vay. Şahrux.
Oy, bu sensən? Anam Səni səni tanıdı. hardan tanıyır? Mən Sərxanla bir yerdə bazarlıq eləmişdim. Onda Əzzə xala da bizlə bir yerdə getmişdi. Yadıma düşdü, yadıma düşdü. Bəs Sərxan hanı? Axı o niyə gəlmiş? O, Sərxan... Oğlum, niyə gəlmiş? Cavab ver. Mən onu görmək istəyirəm. O işlərinin dalınca gedib. Yəqin gec gələr. Gələcək? Ay sağ ol. Ana, Sağ ol oğlum. Ana. Mən onu gözləyəcəm. gəl. Xəstəxanaya getməliyik. Ana! Ana, mən gedirəm. Anam nəsə dünən gözə dəymədi. Başa düşmədim. Görəsən hara gedib bu? Yoxsa onu polis apardı? Ana! Ana! Oğlum, Ana? Salam, necəsən? salam oğlum. Mən niyə səni görmədim? Bayaqdan səni axtarıram. Dünən otağındaydın? Hə, çox yorulmuşdum. Sən gələnə qədər yatmışam. Yemək ye oğlum. Gözəl ana. Yaxşı. Mən yeməyi bayırda yeyəcəm. Mənim bir-iki işim var. Sən əziyyət çəkmə. Yaxşı? Mənim üçün dua elə ana. Yolun açıq olsun. Sağ-salamat get gəl. Allahu Ekber. Amin. Sənə nəsə lazımdır? Yox, heç nə lazım deyil. Onda yaxşı. Salamat qal. Sağ ol. Fatimə, niyə ağlayırsan? Zöhrə hanı? Zöhrə anamı xəstəxanaya apardı. Anam, benim gözəl anam. Anamı dəlixanaya apardı Ziba. Başımıza nə bəlalar gəldi. Çox iyi. Yaxşı, Fatimə, ağlama. Hər bir işdə bir hikmət var. Bəlkə anam orada daha tez sağalar. Yaxşı niyyət eləyək. Bəsdir. Ağlama nə olar. Anacan, yavaş ol. Ehtiyatla düş. Gəl. Görürsən mən neynirəm? Bu dərəcəyə gəlməyimə sən səbəb oldun. Bizim ailəmiz payız yarpaqları kimi hər tərəfə səpələndi. Bax, gör indi hardayıq. Məni bağışla. And içirəm, belə olmağını istəmirdim. Çox təəssüf eləyirəm. Zöhrə, əlimdən gəldiyi qədər sizə kömək eləyəcəm. Mən öz səhvimi düzəltməyə çalışacağam. Allah mənim cəzamı versin. Versin. Gedək ana.
Hər şey yaxşıdır Gülnarə xanım. Hə, yaxşıdır. Götürün bundan yiyin. Hə? Bunu özün bişirmisən, yoxsa almısan? Vay, özüm bişirmişəm. Əl qolumu oynada. Vay. Hey, Hə? bölmək olmaz. Bütöv dişləyin yiyin. Bunun nə fərqi var ki? Ay, saydım, cüt çıxdı. Cüt çıxanda gərək bölüb yeməyəsən. Deyirlər, belə eləyəndə uğursuzluq gəlir. Zita, yenə başladın. Bu sözləri hardan tapırsan, hə? Gedişinlə məşğul ol. Necə yeyəcəyimi özüm bilərəm. İstəsəm dişləyib yeyərəm, istəsəm bölüb yeyərəm. Dişləyib yeyin. Görəsən kimdir? Alo? Salam əleyküm. Əleykümə salam. Sizi polis idarəsindən narahat eləyirəm. Eşidirəm. Oğlunuz Şahrux Ömərovu döyən adamlardan biri tapılıb. Doğrudan deyirsiniz? Bəli, elə indi polis şöbəsinə gələ bilərsiniz. Bu dəqiqə gəlirəm. Oldu. Çox sağ olun. Hə, nə oldu? Şahruxu döyən o yaramazlardan biri artıq ələ keçib. Ay, əla. Görəsən neyniyim? Qədirə bu haqda deyim ya yox? Yox, onun işi çoxdur. Yaxşısı budur özüm gedim. Zita, mənlə gedib gələrsən, tək getmək istəmirəm. Yaxşı, baş Sən üstə. buraları yığışdır, mən də gedim hazırlaşım. Biraz tez ol, Oldu, cəhət hərəkət yaxşı. elə. Mən hazırlaşıb gəlirəm. Yaxşı oldu. Hə, əla, mən də gedəcəm. Ramiz, Salam Babək, necəsən? yaxşıyam. Sən necəsən? Yaxşıyam, sağ ol. Hər şey yaxşıdır? Hə, şükür, pis deyil. Hə, nə var, nə yox? Babək, səni də narahat elədim. İşin çox deyildi ki. Eybi yox. Bir-iki işim var idi, amma problem deyil. Gəl biraz danışaq. Hər şey qaydasındadır? Qaydasındadır. Toy hazırlıqları necə gedir? Pis deyil, hər şey yaxşıdır. Evdə ustalar var. Bəzi yerləri təmir eləyirlər. Lap yaxşı. Qalan hər şey yaxşıdır. Hə, səndə nə var, nə yox? Zöhrə hələ fikrini dəyişməyib. Yox. Heç dəyişmək də istəmir. Onu başa düşmürəm. Mən Fatimənin evinə getmişdim. Qısası, Zöhrə ilə danışdım. Sənin haqqında. Hə? Sizin münasibətiniz haqqında danışmağa başlayan kimi dedi sən qarışma. Aydındır. Mən bu məsələnin axırına çıxmalıyam. Zöhrənin birdən-birə belə dəyişməsinin səbəbi var. Başa düşürsən? Başa düşürəm. Səbəbsiz bir günün içində bu qədər dəyişə bilməzdi. Mən o səbəbi tapmalıyam. O axmağın məni satmağı çox pis oldu, çox. Cəmilə, mən də çox qorxuram. İndi sənin axırın necə olacaq? Uf, nə olursa olsun, bircə böyük problem olmasın. Əsas odur ki, Baybək bu işi mənim elədiyimi Şahruxa deməsin. Qalan şeylər məni qətiyyən maraqlandırmır, nə olur olsun. Axı bu işi mən öz əllərimlə eləməmişəm, elə deyil. O axmaq mənim adımı çəksə də heç kim bunu sübut edə bilməyəcək. Amma bu sözlər Şahruxun qulağına çatsa çox pis olacaq. Mən bundan narahatam. Uf, yaxşı, bu qədər əsəbləşmə. Bilirsən, mən tez bir vaxtda Babəklə danışmalıyam. Qulaq as. Bəlkə atanı çağırasan, belə daha yaxşı olar. Yox, onunla mən tək danışmalıyam. Mən gedim. Yaxşı, onda ehtiyatlı ol. Nə oldu həkim? Biz ananızla söhbət elədik. Aha, Onu ətraflı müayinə elədik. Ruhi vəziyyətini qiymətləndirdik. nə oldu? Yekun nəticəmiz belədir. Ananız doğrudan da ruhi xəstədir. Amma onun çox ağır vəziyyətdə olduğunu da deyə bilmərik. Ona özünə məxsus müalicə üsulu lazımdır. Belə olsa yaxşı nəticələr əldə eləyərik. Həkim,
vaxtı gələndə, yəni bir müddət sonra anamı evə apara bilərəm. Yəni hətta sağalmasa belə. Hə, apara bilərsiz. Biz belə xəstələr üçün xüsusi sənəd hazırlayıb veririk. Aydındır. Sağ olun. Siz məndən gəlin. Ananız üçün sənədlər hazırlamalıyıq. O bu gündən etibarən burada müalicə alacaq. Məni bağışla, nə olar? Hə. Deməli tezliklə sənin toyun olacaq. Zöhrə dedi ki, hazırlıqlara başlayın. Məncə o Fatimənin depressiyaya düşəcəyindən narahat olur. Bəlkə sabah, bəlkə də bir ay sonra olacaq. Toyumda sağdış sən olacaqsan, dostum. Əlbəttə. Yoxsa sənin başqa bir variantın var. Çox sağ ol. Hə. Mən Fatimə ilə yenə danışacağam. Əgər Zöhrə ailəsinin maddi vəziyyətinə görə Şahruxa ərə gedirsə, hər şeyi dayandırmaq olar. İkimiz birləşib onları bu vəziyyətdən çıxara bilərik. Amma mənə elə gəlir ki, problem bunda deyil. Zöhrə heç vaxt zənginliyin arxasınca qaçmaz. Düz deyirsən. Sərxanla o Şahruxu 100% nəsə bağlayır. Zöhrə bunu bilir. Amma mənə demir. Mən sevgimi əldən verirəm. Bizsə burada dayanıb söhbət edirik, qardaşım. Yaxşı, mən getməliyəm, işim var. Yenə görüşüb danışarıq. Oldu? İncimirsən ki, dostum? Bu nə sözdür, dostum? Yenə danışarıq. Nəsə olsa ya da kömək lazım olsa, çəkinmədən mənə zəng elə. Sağ ol, dostum. Sağ ol. Oldu, yaxşı yol. Özündən müğayət ol. Hələlik. Hələlik. Görüşərik. Salam əleyküm. Aleykümselam. Sən burada nə gəzirsən? Yaxşısınız Cəmilə? Yaxşıyam, sağ ol. Bəs siz burada nə edirsiniz, hə? Şahrux bəyi döyən o yaramazlar tapılıb. Bizi ona görə çağırıblar. Hə. Polis şöbəsindən zəng eləmişdilər. O adamlardan biri tapılıb. Ona görə bura gəldik. Mən hamısını həbs elətdirəcəm.
elədiklərinə görə cavab verəcəklər. Gülnara xala, siz əsəbləşməyin. Mən bunu belə qoymayacağam. İndi çox əsəbi görünürsüz. Biraz sakitləşin. Sonra içəri girərsiniz. Niyə sonra girim? Mən indi içəri girəcəm. Yaxşı, amma çox əsəbləşməyin, oldu? Hər şeyi sakit həll eləmək lazımdır. Yaxşı, bəs sən burada nə gəzirsən? Mən... Sən də o adamların tapıldığını eşidib gəlmisən? Hə, elədir. Mən də bunu eşidib gəldim. Hə, yaxşı. Zita, içəri keçək, tez ol. Gəlin qızlar, gəlin, gəlin. Götürün ata. Gelin kızlar. Biz geldik. Mənim gözəl qızlarım. Yemək hazır oldu? Bu dəqiqə. Niye? Ne olup? Niye birbirinize bakırsınız? Heç, elə belə. Atacan, sən bizi nə vaxtsa səhv salmısan? Yok. Aha. Bəs biz uşaq olanda necə? Yok, öyle şey olar. Düzdür, əkilsiz. Amma mən sizi heç vaxt səhv salmamışam. Hansınızın Fatimə, hansınızın Zöhr olduğunu o dəqiqə bilirdi. Amma ona həmişə siz səhv salırdı, həmişə qarışdırırdı. Ey, ay kişi. Sən də mənim kimi eyni anda iki uşaq dünyaya gətirsəydin, nəinki onların adını, hətta öz adını da unudardı. Yaxşı ki, mənim uşağım olmayıb. Zarafat elədim. Əzizlərim, sizin varlığınıza şükür. Sizi mənə verən Allaha şükür. Gözümün ağı qarası sizsiz. İnşallah bəxtiniz də gözəl olacaq. Mənim gözəl balalarım. Atacan, sənin üçün darıxmışam. Atam ailəmizin başının üstündə idi. O var idi. Ailəmizdə ruzi bərəkət də var idi. O gedəndən sonra göydə günəş çıxsa da dan yeri hələ sökülməyib. Hər yer zülmət içindədir. Bəzi insanlar elə belə olur. Onlar yanında olanda hər şey adama adi gəlir. Amma onlardan ayrılandan sonra hətta aldığımız nəfəsimiz də boğazımızda tıxanır. Biz onların qədrini bilmədik. Atamla qardaşımın qədri bilindi ya yox, onu bilmirəm. Amma bir şeyi dəqiq bilirəm. Onlar üçün çox darıxıram. Onlardan bizə yalnız şirin xatirələr qaldı Ziba. İndi bizə qalan yalnız şirin xatirələrdir. Zöhrə, sənə nə olub, hə? Niyə belə qəribə nəfəs alırsan? Qulaq as, biraz özünə gəl. Necə yaxşı ola bilərəm? Elə indicə anamı dəlixanaya atıb gəlmişəm. Görürsən sənə görə nələrə məcbur oldum? Gör həyatımı nə vəziyyətə saldın.
Mən daha nə qədər əzaba dözəcəm? Cavab ver. Mən necə dözəcəm? Hə? Necə dözəcəm? Danış. Niyə danışmırsan, hə? Çünki günahkarsan. Hı? Cavab ver deyirəm sənə. Cavab ver. Cavab ver, cavab ver. Yaxşı. Mən indi neyniyim? Zöhrə! Məni bağışla. Bağışla. Özün görəcəksən. Anan mütləq sağalacaq. Söz verirəm. Bunun üçün nə etmək lazımdırsa, hamısını eləyəcəm. Sən məndən uzaq dayan. Fikirləşdiyin kimi hər şeyi pulla həll eləmək olmur. Amma kaş ki belə olardı. Kaş ki. Mən getdim. Dayan Zöhrə. Zöhrə! Gəl mənlə gedək. Əlini çək. Bırax. Gedək dedim. Bırax məni. Mənlə gedək. Bırax deyirəm. Çək əlini. Otur maşına. Qardaş, Hə, nəsə olub? notebookumu görməmisən? Yox. Onu hara qoymuşdun? Yerində idi. Dünən biraz işlətdim. Sonra yenə aparıb otağıma qoydum. Harda ola bilər? Sən götürməmisənsə kim götürə bilər? Bəlkə atam götürüb. Get bax, atam evdədir. Yaxşı, qardaş. Qardaş, atam evdə yoxdur. Ay ata. Yenə başladın? Qardaş, gözlə qardaş, hara gedirsən? Serial Space televiziyasının sifarişi ilə dublyaj olunub.